Metçada. Bu gün sizə 3-cü hissə basketbol oyun qaydaları haqqında məlumat verəcəm. 3-cü hissə basketbol tək səbətlə oynanılan idman oyunudur. Böyük basketboldan fərqli olaraq. Meydansal ölçüləri nəzərə yetirsək, 3-cü hissə basketbol meydansasının uzunluğu 11 metr, eni isə 15 metr. Yeganə meydansadır ki, eni uzunluğundan böyükdür. 675'lik göğüs var burada, 2 xallıq atış xətti də deyilir buna. Deməli, bu nə işə yarayır, onu da qeyd edəcəm burada. Sərbəst atış xətti var. 5 metr 80 cm uzunluğunda, eni isə 4 metr 85 cm-dir. 3-cü hissə basketbol topunun çəkisi 580-620 qramdır. Çevrəsi 720-740 mm-dir. 3-cü hissə basketbolda komandanın heyətinə nəzər salsaq, 3-cü hissə basketbolda bir komandanın heyətində 3 əsas plus 1 ehtiyat oyuncusu olmaqla 4 nəfərdən ibarətdir. Oyunun başlaması üçün komandanın heyətində minimum 3 oyuncusu olmalıdır ki, oyun başlasın. Əgər komandanın heyətində minimum 3 oyuncusu olmasa əgər, komanda 4 yox, 2 oyuncu ilə gəlsə və yaxud da 3 yox, 2 oyuncu ilə 1 oyuncu ilə gəlsə ki, oyuna, komandaya texniki məğlubiyyət veriləcək. Gərək 3-cü hissə basketbola səbətə atılan toplar neçə xalla qiymətləndirilir, ona baxaq. 675'lik göğsün xaricindən səbətə atılan toplar 2 xalla qiymətləndirilir. 675'lik göğsün daxilindən istənilən yerdən səbətə atılan toplar 1 xalla qiymətləndirilir. 675'lik göğsə bu xəttə daxildir ki, xətti taplayıb belə topu səbətə atsaq 1 xalla qiymətləndiriləcək. Xəttin içərisində daxil olmağa ehtiyac yoxdur. Xətti taplayıb belə topu səbətə atsaq, bir ayağımız xəttin üstündə belə olsa, topu səbətə atsaq 1 xalla qiymətləndiriləcək. Cərimə atışlarda eynən 1 xalla qiymətləndirilir. Gərək oyunun başlamasına və davamiyyətinə baxaq. 3-cü hissə basketbol oyunu təmiz vaxtla oynanılan idman oyunudur. Komandaya hücum üçün 12 saniyə vaxt verilir. 12 saniyə vaxt verilir. 3-cü hissə basketbol, böyük basketboldan fərqli olaraq püşkatma yolu ilə başlanılır. Püşkatmanın qalibi top oyuna daxil edir. Topu oyuna cekboldan daxil etmək lazımdır. Cekboldan top oyuna bir neçə hallarda daxil edirlər. Onu da qeyd edəcəm. Topu oyuna cekboldan daxil etmək lazımdır. Əgər overtime oynanılarsa digər komanda da topu oyuna daxil edəcək. Overtime-da qeyd edəcəm nədir? 3-cü hissə basketbol oyunu bir hissədən ibarətdir. Hissənin müddəti 10 dəqiqədir. Oyun vaxtından əvvəl başa çata bilər ki, hansı hallardadır? Hər hansısa bir komanda 21 xalı qazandıqdan sonra oyun vaxtından əvvəl başa çata bilər. Misal üçün deyək, A komandası ilə B komandası oynayır. A komandası 10 dəqiqə tamam olmamış 21 xalı qazandı. B komandası neçə xal qazanmağından, 21-dən aşağı neçə xal qazanmasından asılı olmayaraq A komandası qalibdir. 10 dəqiqə tamam olmamış belə. Misal 21-17. Misal A komandası 10 dəqiqə tamam olmamış 21 xalı qazandığına görə A komandası qalib hesab ediləcək. Hansı hallarda, onu da vurğulayım ki, 3-cü hissə basketbol oyunu heç-heçə başa çatmır. Mütləq şəkildə burada qalibi müəyyənləşdirmək lazımdır. Fərz edək ki, oyun qutardı, 10 dəqiqə müddəti qutardı. A komandası da 17 xaldır. B komandası da 17 xaldır. 17 xaldır. Deməli, burada qalib necə müəyyənləşir? 1 dəqiqə fasilə verilir. 1 dəqiqə fasilədən sonra overtime oynanılır. Bayaq qeyd etdiyim kimi, overtime-da oyunun başlanğıcında hansı komanda oyuna başlamışsa, overtime-da digər komanda başlayacaq. Oyunun başlanğıcında, misal üçün, A komandası başlamışsa, overtime-da oynanılarsa, overtime mütləq şəkildə oynanılmalı deyil. Hesab bərabər qalarsa, overtime oynanılır. Overtime-da da B komandası top oyuna daxil edəcək. Hesab 17-17-dir. Burada qalib necə müəyyənləşir? İlk 2 xalı alan komanda. Necə? 2 xal fərqi yaranması məcbur deyil burada. 2 xal fərqi ola da bilər, olmaya da bilər. 1 xal fərqi də ola bilər. 3 xal fərqi də ola bilər hətta.
İlk 2 xalı alan komanda qalib hesab ediləcək. Necə olur? A komandası bir dənə overtime başlayan kimi 675'lik görsün haricindən topu səbətə atdı. 2 xal daxil. 2 xal da 675'lik görsün haricindən səbətə atılan toplar. 2 xal səbətə atdı A komandası. Oldu 19. B komandası da oldu 17. 17. Deməli, burada qalib A komandasıdır. Fərz edək ki, overtime başlayan kimi A komandası bir xal atdı, bir xallıq top atdı. Oldu 18. Ardınca B komandası da bir dənə 675'lik görsün daxilindən topu səbətə atdı. B komandası da oldu 18. Deməli, burada yenə hesab bərabərdir. Burada arada 2 xal fərqi olacaq. Xeyr, elə bir anlayış yoxdur. İndi hər hansısa bir komanda bir xal atdısa, misal A komandası bir xal atdı oldu 19, B komandası da oldu 18. Burada qalib A komandasıdır. Görürsünüz, o arada neçə xal fərqi var? 19, 18, 1 xal fərqi var. Bu 3 xal necə yarana bilər? Onun izahını verim. Deməli, sual ola bilər ki, overtime'da, 3-cü basketbol overtime'da bir komanda maksimum neçə xal toplaya bilər? Overtime'da bir komanda maksimum 3 xal toplaya bilər ki, o da hansı haldadır? Yenə fərz edək ki, hesab 17-17 overtime başlanılıb və A komandası hesab 17-17 A komandası bir xal atdı, oldu 18. 675'lik görsün daxilinə bir xal atdı, oldu 18. Ardınca yenə A komandası 675'lik görsün haricindən bir xal top atdı səbətə, oldu 18, oldu 20. Deməli, bir xal daxildən atdı, daxildən atılan toplar bir xalla qeydə alınır, bir xal daxildən atdı, oldu 18 və bir də 2 xallıq 675'lik görsün haricindən topu səbətə atdı. O da 2 xalla nəticələndiyinə görə avtomatik A komandası 20, B komandası da olur 17. Yəni 3 xal fərqi də yarana bilər. Yəni 3-cü basketbolda timeoutlara nəzər yetirək. 3-cü basketbolda hər komandanın bir dənə timeout götürmək hüququ var. Timeoutun da müddəti 30 saniyədir. 3-cü basketbolda oyuncu dəyişikliyinə hər hansısa bir limit yoxdur. İstənilən sayda oyuncu dəyişikliyi etmək olar. Keçək jackpola. Jackpol hansı halda başlanılır? Jackpol oyunun başlanğıcında müdafiə olunan komanda 1 metr, minimum 1 metr məsafə olmalı jackpol. Misal fərz edək ki, qırmızı komandalar hücum edən komandadır. Müdafiə olunan komanda isə mavi komandadır. Mavi komandanın oyuncusu topu ötürür qırmızı komandanın oyuncusuna və qırmızı komandanın oyuncuları bir növ hücum edirlər. Hücum edən komanda qırmızı formalı, müdafiə olan komanda isə mavi formalı komandanın oyuncularıdır. Deməli, jackpol nə vaxt başlanır? Oyunun başlanğıcındadır. Top meydandan çıxarkəndir. Sonra overtime'dadır. Bu kimi hallarda oyun jackpolla başlanır. Jackpol zamanında komandanın oyuncuları arasında rəqiblə hücum edən və müdafiə olunan komandanın oyuncuları arasında minimum 1 metr məsafə olmalıdır. Keçən 3-cü basketbolda komandanın bir növ qayda pozuntuları və cəzalara baxaq. Deməli, 3-cü basketbolda bir komandanın oyun ərzində 6 faul limiti var. 6 faul limitini komanda doldurarsa əgər, A komandası misal 6 faul limitini doldurub və 7, 8 və 9-cu faulu edərsə, B komandası avtomatik olaraq 2 sərbəst atış atacaq. 10-cu faul, 10 plus faullar olarsa, deməli, komandanın əleyhinə 2 sərbəst atış plus topu oyuna daxil etmə hüququ veriləcək. Oyuncusu əgər oyun ərzində 2 dənə qeyri-idman faul edərsə, yəni
oyundan uzaqlaşdırma faulı, yəni idmançıya yaraşmayan hərəkət. U faul deyirlər buna. Qeyri-idman faul edərsə, oyunçu avtomatik olaraq oyundan kənarlaşdırılacaq. Bayaq qeyd etdiyimiz kimi, dedik səbətə atılan toplar cərimə atışları 1 xalla 675'lik görsün. Daxilinə atılan toplar 1 xalla 675'lik görsün. Xaricinə atılan toplar 2 xalla qiymətləndiriləcək. Gəlin oyun vəziyyətlərinə baxaq buradakı. Deməli, bir çox hallar baş verir oyun vəziyyətlərində. Deməli, qırmızı formalı oyuncular hücum edir. Burada oyuncular da bizə. Qırmızı formalı oyuncular hücum edir və mavi formalı oyuncular bir növ müdafiə olur. Qırmızı formalı oyuncular hücum edir, topu səbətə atır. 675'lik görsün, daxilindən olsun və yaxud da xaricindən olsun, fərq eləmir. Topu laf səbətin altından olsun, fərq etmir. Topu səbətə atır, burada səbət edəcək. Topu səbətə atır və top səbətə düşmür. Top səbətə düşmür. Deməli, sual yarana bilər ki, mavi formalı oyuncular topu təkrar götürüb səbətə ata bilər 675'lik görsün daxilindən. Xeyr, ata bilməz. Mütləq şəkildə çölə çıxmalı. Ancaq qırmızı formalı oyuncusu komanda yoldaşı. Misal üçün, qırmızı formalı oyuncusu topu 675'lik görsün daxilindən, xaricindən fərq etmir. Topu səbətə atır. Top səbətə dəyir, lövhəyə dəyir, qayıdır meydançaya. Qırmızı formalı oyuncusu topu təkrar götürüb səbətə ata bilər. Oyuncusun özü olsun və yaxud da komanda yoldaşı olsun. Topu səbətə ata bilər. Niyə görə? Hücum edən komanda qırmızı formalı oyuncuların komandasıdır. Ancaq mavi formalı oyuncular topu götürüb təkrar səbətə ata bilməzlər. Mütləq şəkildə 675'lik görsü tərk etməlidir. Topu misal mavi formalı oyuncusu götürüb buradan, qırmızı formalı atdı, səbətə düşmədi. Mavi formalı oyuncusu topu götürdü burada və topu təkrar səbətə ata bilmir. Mütləq şəkildə 675'lik görsü topla bir yerdə tərk etməlidir. Hər iki ayaq da çölə çıxmalıdır mütləq şəkildə və təkrar hücuma keçməlidir. Və yaxud da topu ötürməlidir. 675'lik görsün xaricində olan komanda yoldaşına topu götürdü, komanda yoldaşına və mavi formalı oyuncular təkrar bir növ hücuma keçə bilərlər. Ancaq səbətin altından topu götürüb birbaşa səbətə atılsa, hal sayılmayacaq. Komandanın hücum üçün dedik 12 saniyə vaxtı var. Topu götürən andan komanda üçün bir növ hücum vaxtı başlayır. Deməli, baxaq indi 3-cü basketbolda basket faullara baxaq. Səbətə atış qayda pozuntularına baxaq. Bunu öncəki videomda daha ətraflı məlumat vermişəm. Basketbol oyunu üçün məlumat vermişdim. İndi həmən vəziyyəti eyni qaydadır, prosta atılan toplar, xallar fərqlidir. Eyni qaydanı 3-cü basketbol üçün məlumat verəcəm. Səbətə atış qayda pozuntusu və basket faulu. Qırmızı formalı oyuncular hücum edir. 675'lik görsün xaricindən danışaq. Qırmızı formalı oyuncusu topu səbətə atır, görsün xaricində. Topu səbətə atır və top səbətə düşmür. Eyni anda mavi formalı oyuncusu deməli qırmızı formalı oyuncuya qarşı çobulluq edir. Qırmızı formalı oyuncu topu səbətə atdı, top səbətə düşmədi. Eyni anda mavi formalı oyuncu qırmızı formalı oyuncuya qarşı çobulluq etdi. Hakim hansı qərar verəcək? 2 sərbəst atış veriləcək. 2 sərbəst atış. Çünki 675'lik görsün xaricindən səbətə atılan toplar neçə xalla qiymətləndirilirdi? 2 xalla. Hakim qərar verəcək ki, sərbəst atış. Fərz edək ki, basket faulu varsa, yəni top səbətə düşərsə, indi izah verdiyim qayda səbətə atış qayda pozuntusudur, yəni top səbətə düşmür. Fərz edək ki, basket faulu varsa, basket faulu o demək ki, top səbətə düşür. Eynən, yenə qırmızı komandanın oyuncusu 675'lik görsün xaricində topu səbətə atır, top səbətə düşür və eyni anda mavi formalı oyuncusu
qırmızı formalı oyuncuya qarşı çovulluq edir. Top səbətə düşdü, plus da həmin oyuncuya qarşı çovulluq olundu. Hakim hansı qərarı verəcək? Xal qeydə alınacaq. 2 xal qeydə alınır və əlavə bir cərimə atışı qırmızı formalı oyuncular qazanacaq. İndi həmən vəziyyəti 675-lik qövsün daxilində təkrar edir həmən vəziyyəti. Eynən qırmızı formalı oyuncusu hücum edir, topu səbətə atır, top səbətə düşmür, eyni anda mavi formalı oyuncu qırmızı formalı oyuncuya qarşı çovulluq edir. Təkrar edirəm, qırmızı formalı oyuncu topu səbətə atır, top səbətə düşmür, mavi formalı oyuncu qırmızı formalı oyuncuya qarşı çovulluq edir. Hakim hansı qərarı verəcək? Bu səbətə atış qayda pozuntusudur. Hakim bir cərimə atışı qırmızı formalı oyunculara verəcək, bir cərimə atışı. Çünki qövsün daxilində səbətə atılan toplar bir xalla qiymətləndirilir. Ona görə bir cərimə atışı verəcək. Onu da qeyd edim ki, bayaq vurğuladım onda. Bu 675'lik qövsümüz bu xətti tapdığı topu belə səbətə atsan bir xalla qiymətləndiriləcək. Fərz edək ki, basket faul olur. Qırmızı formalı oyuncu 675'lik qövsün daxilində və yaxud xəttin üstündə. Xəttin üstündə qövsün daxil sayılır. Deməli, topu səbətə atır, top səbətə düşür və eyni anda mavi formalı oyuncu qırmızı formalı oyuncuya qarşı çovulluq edir. Top səbətə düşdü, basket və ona qarşı çovulluq olundu, bu da faul. Basket faul, ikisi bir də basket faul adlanacaq, top səbətdən keçərsə. Bu zaman hakimin hansı qərarı olacaq? Xal qeydə alınacaq, top səbətdən düşdüyünə, keçdiyinə görə bir xal qeydə alınır. Əlavə olaraq da qırmızı formalı oyuncular bir cərimə atışı atmaq hüququ qazanacaq. Komandaya texniki məğlubiyyət nə vaxt verilir ona baxaq. Komandaya texniki məğlubiyyət oyuna başlamaq üçün komandanın minimum 3 oyuncusu yoxdursa, burada qeyd etmişdim əvvəl, minimum 3 oyuncusu yoxdursa, yəni oyuna başlamaq üçün komanda belə fərz edək ki, qırmızı formalılar 3 oyuncusundan gəlib, mavi formalılar 2 oyuncusundan gəlib. Mavi formalılara texniki məğlubiyyət veriləcək. Oyuna başlamamışdan əvvəldən söhbət gedir. Texniki məğlubiyyət veriləcək. Minimum 3 oyuncusu meydanda olmalıdır ki, oyun davam etsin. Əvəz etmə sayına dedik. Komandanın əgər əvəz etməsi varsa, istənilən sayda bir əvəz etmə olur hər komandada. İstənilən sayda əvəz etmə bilər, əvəz etmə edə bilər. Əvəz etmə komandada gəlməyə bilər. Komandanın əvəz etməsi yoxdursa, oyun elə olduğu kimi 3 oyuncusundan davam edir. Deməli, bir də oyun ərzində komandaya texniki məğlubiyyət nə vaxt verilir? Oyun ərzində komandanın bir oyuncusu oyundan uzaqlaşdırıldı. Texniki faullara görə, qeyri-idman faullarına görə oyundan uzaqlaşdırıldı. 2 oyuncusu da oyundan uzaqlaşdırıldı. Tək oyuncu oynaya bilər. Komandanın əgər tək oyuncusu da oyundan uzaqlaşdırılarsa əgər, komanda oyuncusu yoxdur, texniki məğlubiyyət veriləcək. Hakimləri nəzərə yetirsək, oyunu üçüncə basketbolu 5 hakim idarə edir ki, 3'ü masa hakimi olur, ikisi isə meydan hakimi olur. Bu da müəllimlər basketbol oyununun qaydaları. Sağ olun, gələn videoları görüşək.